Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizə uzun zamandan bəri bəhs etdiyim bir mövzuda yenidən danışmaq istəyirəm. Qərbin ikili standartları, yeni müstəmləkəçilik və onun qurbanları. Afrikalı azadlıq mücahidi Kwame Nkrumah haqqında. Dünən belə bir status yazmışdım. Niyə Azərbaycanda korrupsiya araşdırmaları aparan jurnalistlərin arxasından qərb dairələri çıxır? Bugünsə ona cavab tapmağa çalışacağım. Azərbaycanda korrupsiya araşdırmaları aparan və dırnaq arasında müstəqil kimi qələmə verilən jurnalist və media qurumlarının əhəmiyyətli hissəsi həqiqətən də qərb mənşəli fonlardan, media təşkilatlarından, beynəlxalq jurnalist şəbəkələrindən maliyyə yardımı və peşəkar dəstək alır. Bu faktın bir neçə mühüm izahı var. Birincisi, Azərbaycanda müstəqil medianın yerli maliyyələşmə imkanları çox məhduddur. Böyük şirkətlərin əksəriyyəti hökumətlə münasibətlərini korlamaq istəmir və buna görə də hakimiyyəti tənqid edən mediaya reklam vermirlər. Nəticədə bu mediada xarici qrantlara üst tutur. İkincisi, Qərb ölkələri və fondları müxtəlif ölkələrdə araşdırma jurnalistikasını, insan hüquqları layihələrini və media azadlığını uzun illərdir maliyyələşdirir. Bu təkcə Azərbaycana aid deyil. Məsələn, Balkanlarda, Ukraynada, Gürcüstanda, Afrikanın və Latin Amerikasının bir çox ölkəsində də oxşar proqramlar mövcuddur. Üçüncüsü, bəzi müşahidəçilərin fikrincə, korrupsiya araşdırmaları beynəlxalq əməkdaşlıq tələb edir. Böyük maliyyə əməliyyatları, offshore şirkətlər, daşınmaz əmlak və bank köçürmələri bir çox ölkəni əhatə edir. Bu səbəbdən də jurnalistlər tez-tez beynəlxalq şəbəkələrlə əməkdaşlıq edirlər. Digər tərəfdən, Azərbaycan hakimiyyəti uzun müddətdir ki, bəzi qərb hökumətləri və fondlarının media layihələrindən siyasi təsir vasitəsi kimi istifadə etdiyini və ölkənin daxili işlərinə qarışdığını bildirir. Hökumət xarici maliyyələşməyə məhdudiyyətlər qoymasını da bununla əsaslandırır. Burada mühüm bir məqam var. Xaricdən maliyyə almaq jurnalist araşdırmasının yalan və ya doğru olması demək deyil. Hər bir konkret araşdırma ayrıca sübutlar əsasında qiymətləndirilməlidir. Eyni zamanda maliyyə mənbəyinin şəffaflığı da vacibdir ki, izləyici mümkün maraq toqquşmalarını nəzərə ala bilsin. Yəni, korrupsiya araşdırmalarının arxasından niyə qərb dairələri çıxır sualına ən sadə cavab belədir. Azərbaycanda belə bir jurnalistikanı maliyyələşdirəcək yerli müstəqil mənbələr demək olar ki, yoxdur. Bundan istifadə edən qərb isə bunu media azadlığının dəstəklənməsi kimi təqdim edir. Bunun nə dərəcədə sırf demokratik dəstək, nə dərəcədə geosiyasi və iqtisadi maraqların aləti olduğu isə siyasi baxışlardan asılı olaraq müxtəlif cür şərh olunur. Bu iki motivin eyni vaxtda mövcud olması da mümkündür. Ancaq burada əsas məsələ araşdırmaların yalan və ya doğru olması, faktların sübuta yetirilməsi, şəffaflığın olması yox, niyyətin saflığı yaxud məkirliliyidir. Şəxsən mən hesab edirəm ki, bu məsələdə qərb dairələri sadəcə öz maraqlarını güdür. Yerli müxalifətdən və mediadan öz xeyrinə istifadə edir, hətta bu insanları qurbanlığa çevirərək həbsə attırır, güdaza verir. Hakimiyyətdən, ölkədəki idarə etmədən, müxtəlif negativlərdən və korrupsiyadan narazı olan fəal şəxslər düşünürəm ki, bu oyunun qurbanına çevrilməməyə çalışmalıdırlar. Hazırda bizdə bu araşdırmalara görə həbsdə olan insanlar var. Onların bir neçəsi qadın və gənc qızlardır. Müxalif düşərgə və onların xaricdəki havadarları xanımların həbsindən sentimental narrativ düzəltməyə çalışırlar. Ancaq bir şey nəzərə almaq lazımdır ki, amansız siyasi mübarizədə qadınları qabağa verib sonra haray həşir salmaq da mənəviyyata ziddir. Yəni kişilikdən deyil. Mən bu həbslərin detalları ilə o qədər də yaxından tanış deyiləm. Jurnalistlərə qarşı qaçaqmalçılıq, qeyri-qanuni əldə edilmiş vəsaitin legallaşdırılması kimi ittihamlar irəli sürülüb. Müxalifət bunu şərləmə, hakimiyyət isə cinayət əməli adlandırır. Bəs kim haqlıdır? Məncə heç kim. Çünki hakimiyyət özü bu durumun
yaranmasına şərait yaradıb. Yəni, tənqidi jurnalistikanın daxili resurslar hesabına fəaliyyəti mümkün olsaydı, heç kəs özünü risk atıb xaricdən maliyyə almaz, mövcud qanunları pozmağa da məcbur olmazdı. Ancaq qarşı tərəfdə də günah var. Qanunsuzluqlara, korrupsiyaya qarşı mübarizə aparmaq üçün hökmən qanunları pozmaq lazım deyil. Qanunlar pis olsa belə, vətəndaşın borcu onu tənqid etsə də onlara riayət etməkdir. Yəni, mübarizənin mövcud qanunlar çərçivəsində aparmağa çalışmalıdır. Ən azından ona görə ki, qanunlara əməl etməyəni cəzalar gözləyir. Cəzanı verənsə dövlətdir. Baxın, indi bizdə belə bir şərait yaranıb. Qanunsuzluqlara etiraz edənlər özləri qanunsuz yol seçiblər və nəticədə dəmir barmaqlıqlar arxasına düşərək səs-küy salırlar. Ən pisi də odur ki, öz dövlətlərinin qəbul etdiyi qərara qarşı başqa dövlətlərin, xarici güc mərkəzlərinin yardımına arxalanır, onlardan imdad umur, hətta təzyiq göstərmələrini gözləyirlər. Sual olunur, axı bu nəyə lazımdır? Başqa sözlə, nəticə nədir? Qanunsuzluqlar azaldı mı? Korrupsiya dayandı mı? Yox. Sadəcə siz həbs olundunuz və bütün fəaliyyətləriniz məhdudlaşdı. Bugün dünən yazdıqlarınızın və dediklərinizin 5%-ni belə yaza və deyə bilmirsiniz. Yalnız arabir məhkəmədən məhkəməyə hansısa populist şüarlar səsləndirirsiniz. Bəlkə daxili resurslar hesabına bir qədər ehtiyatlı, real, yumşaq fəaliyyət daha yaxşı olardı. Nə həbs təhlükəsi olardı, nə də xarici güclərdən mədəd ummaq və onların işlərimizə burun soxmalarına şərait yaratmaq. Məncə problemlərimizin kökünü sizlərin düşündüyü kimi təkcə hakimiyyətdə və birinci şəxsdə deyil, bütövlükdə cəmiyyətdə axtarmaq, bu yöndə fəaliyyətə üstünlük vermək düzgün olardı. Yoxsa xarici müdaxiləyə rəvaz verməklə onları daha da ağırlaşdırırıq. Əgər sivil hesab etdiyimiz dünya, Avropa və ABŞ onlara bağlı dırnaqarası beynəlxalq statuslu qurumlar bizə can yandırır, qayğımıza qalırlarsa, onda korrupsioner hökumətlərin formalaşmasına, uzun müddət hakimiyyətdə qalmasına da kömək etməməli, onlarla iqtisadi siyasi əməkdaşlıq etməməli, eyni zamanda onların tənqidçilərini maliyyələşdirməməli, riskə atmamalıdırlar. Bu məsələ beynəlxalq münasibətlərin ən çox müzakirə olunan ziddiyyətlərindən biridir. Praktikada qərb güya dəyərlərə, demokratiya və insan hüquqlarına, maraqlar, təhlükəsizlik, enerji, ticarət yiyəsi arasında tarazlıq axtarırlar. Lakin kənardan baxanda ziddiyyət və ikili standartlar açıq-aydın görünür. Məsələn, qərb ölkələri bir tərəfdən avtoritar və ya korrupsiyada ittiham olunan hökumətlərlə neft, qaz, təhlükəsizlik, nəqliyyat və regional sabitlik naminə əməkdaşlıq edir. Digər tərəfdən isə güya həmin ölkələrdə müstəqil media, vətəndaş cəmiyyəti və insan hüquqları təşkilatlarına dəstək verirlər. Uzunmüddətli perspektivdə onlar bunu daha açıq və hesabatlı cəmiyyətin formalaşmasına töhfə kimi izah edirlər. Əslində isə bu ikili standartdır. Əgər bir hökumət həqiqətən korrupsioner və repressiv hesab edilirsə, onunla geniş iqtisadi və siyasi əməkdaşlıq etmək, eyni zamanda onun tənqidçilərini dəstəkləmək açıq-aşkar ikiyüzlü siyasətdir. Üstəlik bu həmin jurnalistləri və fəalları böyük risk altına qoyur, çünki hakimiyyət onları çox asanlıqla xarici qüvvələrin agenti kimi təqdim edə bilir. Beləliklə bu xeyli real paradoksdur. Bir tərəfdən korrupsiyanı və insan hüquqları pozuntularını tənqid etmək, digər tərəfdən isə həmin hakimiyyətlə strateji əməkdaşlıq etmək heç bir sağlam məntiqə sığmır. Bu siyasətə ikili standartlarla yanaşı, Qərbin iqtisadi siyasi maraqlarına hesablaşmış neokolonializm də demək olar. Neokolonializm anlayışını ilk dəfə sistemli şəkildə sosiolog, psixoloq və politolog, Qananın müstəqillik hərəkatının lideri və pan-afrikaçılıq ideologiyasının əsas nəzəriyyətçilərindən biri, Qana Respublikasının ilk baş naziri və ilk prezidenti 20-ci əsrin ən nüfuzlu Afrika siyasi xadimlərindən biri Kwame Nkrumah işlədib. O hesab edirdi ki, formal müstəqillik əldə etmiş ölkələr iqtisadi, maliyyə və siyasi asıllıq vasitəsilə yenə də güclü dövlətlərin təsiri altında qalırlar. Bu təsir hərbi işğaldan deyil,
investisiya, kreditlər, ticarət, diplomatiya və yumşaq güc vasitələri ilə həyata keçirilir. Bu nəzəriyyəyə əsaslanan tədqiqatçıların fikrincə, böyük dövlətlər korrupsioner və avtoritar hökumətlərlə əməkdaşlıq edirlər. Çünki bu onların enerji, nəqliyyat və geosiyasi maraqlarına uyğundur. Eyni zamanda media və vətəndaş cəmiyyətini dəstəkləməklə həmin hökumətlərə təzyiq rıçaqlarını saxlayırlar. Bu, təsir imkanlarını artıran bir mexanizmdir. Nkrumah Kvame'nin əsas ideyası belə idi. Tək-tək Afrika ölkələri böyük güclərin qarşısında zəif qalacaq. Buna görə də Afrika ölkələri siyasi və iqtisadi birlik yaratmalıdır. Bu müəyyən mənada bizim üçün də örnek ola bilər. Yəni, tək başına Azərbaycan olaraq təbii ki, biz də Qərbin bu təzyiqlərinə müqavimət göstərmək gücündə deyilik. Odur ki, birlikdə mübarizə aparmaq daha effektiv olardı. Buna misal olaraq Türk Dövlətlər Birliyini göstərmək olar. Eyni zamanda Avrasiya məkanına daxil olan ölkələrin birliyi də əgər sağlam şəkildə qurularsa, bunun üçün effektli mübarizə vasitəsi ola bilərdir. Bu ideya sonradan Afrika Birliyi Təşkilatının, indiki Afrika İttifaqının yaranmasına ciddi təsir göstərdi. O, Afrika Birləşmiş Ştatları ideyasını müdafiə edirdi. Bu müəyyən mənada Avropa İttifaqına bənzər, lakin daha sıx siyasi birlik nəzərdə tuturdu. Nkrumahın iqtisadi baxışları. Nkrumah sosialist yönümlü iqtisadiyyat tərəfdarı idi. O hesab edirdi ki, təbii sərvətlər dövlətin nəzarətində olmalıdır. Xarici şirkətlər strateji sahələrdə dominant olmamalıdır. Sənayeləşmə dövlət tərəfindən sürətləndirilməlidir. Bu məqsədlə o böyük su elektrik stansiyaları tikdirdi. Yollar və məktəblər inşa etdirdi. Sənaye layihələrinə böyük vəsait ayırdı. Neokolonializm nəzəriyyəsi 1965-ci ildə onun ən məşhur kitablarından biri olan Neokolonializm, İmperializmin son mərhələsi adlı kitabda öz əksini, fundamental şəkildə öz əksini tapırdı. Bu əsərində o yazırdı ki, klassik müstəmləkəçilik formal olaraq sona çatsa da, zəngin dövlətlər kasıb ölkələr üzərində nəzarəti başqa vasitələrlə davam etdirirlər. Onun fikrincə həmin vasitələr bunlardır. Beynəlxalq maliyyə asılılığı, xarici investisiyalar, transmilli şirkətlər, hərbi bazalar, diplomatik təzyiqlər, yerli elitəyə təsir imkanları. Göstərilən bu bəndləri hazırda biz əksəriyyətini öz üzərimizdə yaşayırıq və bunları bizim də üzərimizdə hal-hazırda sınaqdan keçirirlər. Nkrumah hesab edirdi ki, ölkənin bayrağı və hökuməti milli ola bilər. Amma iqtisadi qərarlar xaricdən yönləndirilirsə, bu həqiqi müstəqillik deyil. Görürsünüz nə qədər tanış bir mənzərədir. 1960-cı ildə Nkrumah Beytramda səfərdə olarkən Qanada hərbi çevriliş baş verdi və o hakimiyyətdən uzaqlaşdırıldı. Həmin dövrdə SSR Çin və Qərb arasında soyuq müharibə vardı. Uzun illərdir tarixçilər bu çevrilişi xarici dövlətlərin, xüsusilə ABŞ kəşfiyyatının mümkün rolundan danışıblar. Bəziləri Mərkəzi Kəşfiyyat İdarəsinin, yəni SİA'nın çevrilişə müəyyən dəstək verdiyini iddia edir. Əlbəttə ki, bu ehtimal olduqca güclüdür. Çünki Nkrumahın apardığı siyasət, irəli sürdüyü nəzəriyyə, təbliğ etdiyi ideologiya Qərbin, ABŞ-ın, xüsusilə də ABŞ-ın maraqlarına qətiyyən cavab vermirdi. Və ABŞ onun maraqlarına, iqtisadi, siyasi, geostrateji maraqlarına uyğun gəlməyən ölkələrin əksəriyyətində bu cür çevrilişləri bildiyimiz kimi həyata keçirir. Nkrumah ömrünün qalan hissəsini əsasən Qvineyada sürgündə keçirib və 1972-ci ildə Rumuniyada müalicə alarkən vəfat edib. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun, gələn görüşlərə dək.